sistemində elektron kabinet yaratmaq məqsədi ilə qeydiyyatdan keçmək üçün istifadəçi egov.az elektron hökumət portalının əsas səhifəsində bütün xidmətlər düyməsini sıxaraq elektron xidmətlərin siyahısından Mənzil İnşaatı Dövlət Agentliyinin təqdim etdiyi güzəştli mənzil sistemi xidmətini seçməlidir. Növbəti səhifədə xidmətə keçid etmək üçün giriş vasitələri əks olunacaq. Buradan uyğun giriş vasitəsini seçərək sistemə keçid etmək mümkündür. Məsələn, sima imza ilə daxil olmaq üçün sima imza ilə seçimi edilir. Daha sonra ekranda əks olunan QR kod sima imzanın mobil tətbiq versiyası vasitəsilə oxudularaq xidmətə keçid edilir. İstifadəçi sistemə daxil olduqda güzəştli mənzil əldə etmək hüququnu təsdiqləmək üçün səhifənin aşağı və yuxarı hissəsində qeyd olunan müraciətə başla düyməsini sıxmalıdır. Müraciətə başla düyməsini sıxdıqdan sonra ekranda istifadəçinin şəxsiyyət vəsiqəsinin məlumatları və ailə vəziyyəti barədə məlumatlar əks olunur. İstifadəçi qeyd olunan məlumatları yoxladıqdan sonra növbəti düyməsini sıxmalıdır. Növbəti mərhələdə ər və ya arvadın vətəndaşlığı qeyd olunmalıdır. Ər və ya arvad Azərbaycan vətəndaşı olduğu halda vətəndaşlıq hissəsindən Azərbaycan seçilərək növbəti düyməsi sıxılmalıdır. Açılan yeni pəncərədə ər və ya arvadın doğum tarixi və şəxsiyyət vəsiqəsinin fin kodu daxil edilməli, daha sonra yoxla düyməsi sıxılmalıdır. Daha sonra açılan yeni pəncərədə ər və ya arvadın şəxsiyyət vəsiqəsinin fin koduna uyğun olaraq istifadəçinin ər və ya arvadı haqqında məlumatlar əks olunacaq. İstifadəçi bu məlumatları yoxlayaraq növbəti düyməsini sıxmalıdır. Ər və ya arvad xarici vətəndaş olduğu halda vətəndaşlıq hissəsindən xarici seçilərək növbəti düyməsi sıxılmalıdır. Açılan yeni pəncərədə ər və ya arvadın xarici pasportunda ingilis dilində qeyd olunan məlumatlar istifadəçi tərəfindən ingilis hərfləri ilə daxil edilməli və növbəti düyməsi sıxılmalıdır. İstifadəçi güzəşt kateqoriyası mərhələsində uyğun gəldiyi güzəşt kateqoriyasını seçməlidir. İstifadəçi gənc ailənin üzvü olduğu təqdirdə həm gənc ailənin üzvü olan şəxslərin, həm də yaşından və ailə vəziyyətindən asılı olmayaraq digər şəxslərin siyahısında sadalanan güzəşt kateqoriyalarından birini seçmək imkanına malikdir. Məsələn, istifadəçi gənc ailənin üzvü, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs kateqoriyasına uyğun gəlirsə, həmin kateqoriyanı, evli olduğu halda nikahın qeydiyyat ölkəsini və diplomun verilmə ölkəsini seçərək növbəti düyməsini sıxmalıdır. Əlaqə vasitələri mərhələsində istifadəçi şəhər telefonunu qeyd edərkən müvafiq şəhəri seçməli və şəhər telefon nömrəsini daxil etməlidir. İstifadəçi mobil telefon nömrəsini qeyd edərkən müvafiq mobil operatorun kodunu ayrılıqda qeyd etməklə nömrəni daxil etməlidir. Faktiki yaşayış ünvanı qeydiyyat ünvanından fərqli olduğu halda istifadəçi bəli variantını seçərək açılan yeni xanada faktiki yaşayış ünvanını daxil etməlidir. İstifadəçi məlumatları daxil etdikdən sonra növbəti düyməsini sıxmalıdır. Mənzil alma niyyəti mərhələsində istifadəçi almaq niyyətində olduğu mənzilin otaqlarının sayını və həmin mənzili almaq üçün üstünlük verdiyi ödəniş üsulu ilə bağlı niyyətini bildirir. Bu mərhələdəki seçimlər məlumat xarakteri daşıyır və gələcəkdə mənzil seçimi mərhələsində dəyişdirilə bilər. İstifadəçi müvafiq seçimləri etdikdən sonra növbəti düyməsini sıxmalıdır. Bildiriş vasitələri mərhələsində istifadəçi gələcəkdə bildiriş və məlumatların əldə edilməsi üçün aidiyyatı xanalara müvafiq məlumatları daxil edir. Bu mərhələdə hər iki bildiriş vasitələri mütləq qeyd olunmalıdır. İstifadəçi müvafiq məlumatları daxil etdikdən sonra növbəti düyməsini sıxmalıdır. Qəbul mərhələsində istifadəçi əvvəlki mərhələlər üzrə daxil etdiyi məlumatları ümumi anket şəklində görə bilər. İstifadəçi daxil etdiyi məlumatlara dəyişiklik etmək istədiyi halda ekranın aşağı hissəsindəki geri düyməsini sıxaraq müvafiq bölməyə keçib məlumatlara dəyişiklik edə bilər. İstifadəçi daxil etdiyi məlumatları yoxlayıb və onların düzgün olmasına əmin olduğu halda tələb olunan sənədləri yükləmək üçün qəbul et düyməsini sıxmalıdır. Yeni açılmış səhifədə müvafiq bölmələrdə istifadəçinin özü, evli olduğu halda isə ər və ya arvadı barədə, mənzil alma niyyəti barədə və digər mərhələlər üzrə daxil etdiyi məlumatlar anketdə əks olunacaq. Həmin anketin tələb olunan sənədlər hissəsində müvafiq sənədləri yükləmək məqsədi ilə hər sənəd üçün ayrı-ayrılıqda yüklə düyməsi sıxılmalıdır. Daha sonra açılan yeni səhifədə tələb olunan sənəd barədə müvafiq məlumatlar aidiyyatı xanalara daxil edilməlidir.
sənəd haqqında adlı xananın doldurulması mütləq deyil. Burada istifadəçi məqsədə müvafiq hesab etdiyi halda həmin sənədə dair müəyyən qeydləri əlavə edə bilər. Sənədin surətini yükləmək üçün faylı seç düyməsi sıxılmalı və müvafiq sənəd yüklənməlidir. Sənəd yükləndikdən sonra istifadəçi saxla düyməsini sıxaraq əvvəlki səhifəyə qayıdıb digər sənədləri eyni qayda ilə yükləyə bilər. Bütün sənədlər yükləndikdən sonra anketin tələb olunan sənədlər hissəsində dəyiş düyməsi əks olunacaq. İstifadəçi yüklənmiş sənədləri dəyişmək istədiyi halda həmin düyməyə sıxaraq əvvəl yüklədiyi sənədi silmək və digər sənədi yükləmək imkanına malik olacaq. İstifadəçi müraciəti tamamlamaq istədiyi təqdirdə həmin səhifənin aşağı hissəsində istifadəçinin daxil etdiyi məlumatların düzgün olmasını, konfidensiallıq bildirişi ilə razı olduğunu, habelə onun barəsində fərdi məlumatların toplanmasına, işlənməsinə, verilməsinə və həmin məlumatların alınması və yoxlanılması məqsədi ilə üçüncü şəxslərə sorğu edilməsinə razılığını təsdiq etmək üçün xüsusi işarə düyməsinin üzərinə sıxmalıdır. Razılıq təsdiqləndikdən sonra imzala və təqdim et düyməsi seçim üçün aktivləşir və imzala və təqdim et düyməsini sıxmaqla istifadəçi müraciəti təqdim etmiş olur. İstifadəçi daha əvvəl müraciətə başladığı, lakin həmin müraciəti tamamlamadığı təqdirdə sistemə daxil olan zaman ekranda müraciəti tamamla düyməsi əks olunacaq. Müraciəti tamamla düyməsini sıxdıqdan sonra istifadəçi anketin müraciət statusu hissəsində müvafiq məlumatları görəcək. Burada istifadəçi öz müraciətini eyni qaydada imzalayaraq təqdim edə bilər. İstifadəçi müraciəti imzalayıb təqdim etdikdən sonra sistemə yenidən daxil olan zaman ekranda müraciətə bax düyməsini görəcək. Müraciətə bax düyməsini sıxdıqdan sonra ekranda istifadəçinin anketi əks olunacaq və istifadəçi anketin müraciət statusu hissəsində müvafiq məlumatı görəcək. İstifadəçinin müraciətinə baxıldıqdan sonra uyğunsuzluq aşkar olunduğu halda həmin istifadəçi sistemə daxil olan zaman ekranda yenidən müraciəti tamamla düyməsini görəcək. Müraciəti tamamla düyməsini sıxdıqdan sonra ekranda istifadəçinin anketi əks olunacaq və istifadəçi anketin müraciət statusu hissəsində müvafiq məlumatları, həmçinin aşkar olunmuş uyğunsuzluğa dair şərhi görəcək. Müraciəti tamamla düyməsi sıxıldıqdan sonra istifadəçi müvafiq uyğunsuzluqları aradan qaldırmalıdır. Bunun üçün istifadəçi müvafiq sənədə aid dəyiş düyməsini sıxaraq yüklədiyi sənədi silmək və yeni sənədi yükləmək imkanına malik olacaq. Uyğunsuzluqları aradan qaldırdıqdan sonra istifadəçi öz müraciətini eyni qaydada imzalayaraq təqdim edə bilər. Müraciətə onun qeydiyyata alındığı gündən 5 iş günü ərzində baxılır. İstifadəçiyə elektron kabinetin verilməsinə dair müsbət qərar qəbul olunduqda həmin istifadəçi sistem vasitəsilə birbaşa elektron kabinetinə daxil olacaq. Bu təlimatda qeyd olunan vətəndaşların adları, onların ünvanları, əlaqə vasitələri, şəxsiyyət vəsiqələrinin məlumatları və digər məlumatlar şərtidir.